Gördüğünüz bu ərazi Şabran rayonudur. Şabran rayonunun Ağalıq kəndi, Gəndab yolama yolunun həmin ərazidən keçən hissəsində, meşəlik ərazidən keçən hissəsində böyük diametrli qava ağacı aşıb yolun hərəkət hissəsinə və tıxac yaranıb yolda. Yolda avtomobillərin hərəkəti ümumiyyətlə məhdudlaşıb. Hadisə şahidlərinin dediyinə görə təxminən 1 saat müddətində yolun açılması prosesi gedib. Əraziyə dövlət yol polisinin əməkdaşları, müvafiq dövlət qurumunun nümayəndələri gəlib. Ağac doğranaraq traktor vasitəsilə ərazidən çıxarılıb. Yalnız bundan sonra avtomobillərin hərəkəti bərpa olunub. Tıxac səbəbindən yolda olan avtomobillərin bir çoxu geri qayıdaraq alternativ yollardan istifadə etməklə həm Bakı istiqamətində, Xaçmazdan Bakı istiqamətində, həm də əksinə alternativ yollardan istifadə etməklə hərəkət ediblər. Hadisə aprelin 30-u təxminən axşam saat 22 radələrində baş verib. Kadrlarda görürsünüz, artıq bu hadisənin yekun hissəsidir. Artıq yolda ağac çıxarılıb və avtomobilin hərəkəti bərpa olunub. Ən əsas məsələ onu qeyd edeyim ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Ağac yolun hərəkət hissəsinə aşan zaman altında avtomobil və ya kimsə qalmayıb.